Salam cücələr. Biz yenə gəldik. Bu o deməkdir ki, Qəfil Qonaq rubrikası yenidən efirdədir. Elə isə hazır olun, biz indi sizin dadınızı verəcəyik. Salam, gəlmək olar. Biz Aynes telekanalından cücələrin verisində sizi narahat edirik. Qonaq qəbul edirsiniz deyil ki. Xoş gününüz olsun. Görürəm evdə 2 cücə var elə balaca. Məryəm, Hürriyə. Qəşəng adları var. Nigar, Nərmin. Qonağı necə qarşılayırsınız? Evinizə qonaq gəlib təsəvvür edin. Evə gələndə salam veririk. Aha. Sonra nə deyirsiniz? Salam veririk, deyirik ki, xoş gəlmisiniz. Sonra da içəri dəvət edirsiniz, hə? Keçib bilərik. Bəli. İndi görək bu dilli dilavər cücəmiz nə bacarır? Bizim üçün cücələrimiz üçün nə eləyəcək əlindən gələn? Mən indi burada şeir oxuyacağam. Şeir oxuyasan, buyur. El bilir ki, sən mənimsən, yurdum yuvam məskərimsən, ana doğma vətənimsən, ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan. Çağırır vətən, istəyir kömək, onu düşmən də qorumaq gərək. Kim pisini yetlər, gəlsə ölkəmə, bu torpaq onu batırar qəmə. Bizim yurdun şanlı əskərim, kim poza bilər polad səhvlərin. Şuşa yurdumun qədim şəhəri, hələ öndədir nurlu səhəri. Yollarımıza dikilib gözü, İsa bulağı gözləyir bizi. Əla. Afərin sənə də görün patriot qızlar. İkisi də vətənpərvər, milli ruhda şeylər dedilər, mahnı oxudu. Cücələrin verilişinə baxırsınız? Bəli. Aha. Ən çox hansı rubrika xoşunuza gəlir? Nə xoşunuza gəlir? Bizim bütün hamısı xoşumuza gəlir. Başdan ayağa verilişi izləyirsiniz, ya çox xoşlayırsınız. Yaxşı, cücələr. Deyim görüm evdə böyüklərdən kim var? Evdə böyüklərdən anamla atam. Çağıra bilərik anayla atanı? Bəli. Özünüzü təqdim edin. Aynura. Aynura xanım, çox gözəl. Aynes kanalına baxırsınız. Heç əslində soruşmağa ehtiyac yoxdur, əziz tamaşaçılar. Operatorumuzdan da xahiş edərik, zəhmət olmasa çəksin ki, bu evdə Aynes telekanalına baxılır. Cücələrin verilişini necə izləyirsiniz? Bəli. Uşaqlarımız izləyir, Bəyənirsiniz. Bəli. Hansı günlər efirə gedir? Şənbə günü səhər 10:30-da, bazar günü 18:25-də. Ha, informasiyaları var. Bu şənbə bazar sizi də izləməyə şansınız olacaq deməkdir, cücələr. Ağ çiçəyimdən belə bir hədiyyədir. Yəni ağ çiçəyimdə müxtəlif növdə, müxtəlif çeşiddə güllər var. İstər yaxınlarınıza hədiyyə etmək istəsəniz, hansı bir məclis, mərasim olsa, buyurub o həmin ağ çiçəyim gül salonundan yararlana bilərsiniz. Və biz həmçinin getdiyimiz evlərə ruzi bərəkət də aparırıq. Bu mako çörəyinin tərkibində müxtəlif